Ümumiyyətlə, birinci onu başa düşmək lazımdır ki, övlad Allah Azze və Cəllənin insana bəxş etdiyin böyük nemətlərdən biridir. Və bir insan əgər bir övlada sahib olubsa, Allah Azze və Cəllə bir insana övlad bəxş edibsə və o övladı Allah Azze və Cəllə qoruyubsa, boya başa çatdırıbsa, Allah Azze və Cəllə onu boya başa çatdırmaq üçün övladın valideynlərini muvaffaq edibsə, valideynlərə vacib olan odur ki, Allaha qarşı nankörlük eləməsinlər. Yəni, bu övladların murazını, bu övladların toyunu Allaha asilik edərək keçirməsinlər. Adicə bir insan bir insana balaca hörmət eləyəndə, o insan ona qarşı çıxanda, insan o adamdan nifrət eləməyə başlayır və bu nifrət bəlkə də ölünən kimi adamın canından çıxmır. Baxın, insana görə Allah Azze və Cəllə nə verib? Həmən insanı Allah Azze və Cəllə sonsuz da yarada bilərdi. Şikəst bir övlad da verə bilərdi. Özünü şikəst eləyə bilərdi. Deməli, Allah Azze və Cəllə bunu eləməyib da. Allah Azze və Cəllə xeyirlisini verib. Sağlam övlad verib, boya başa çatdırıb. İndi evlənmək qismət edirsə, bunu gərək Allah Azze və Cəllənin şəriətinə müxalif olaraq, insanların xətrinə görə Allah Taala'nın şəriətini tapdalayaraq insan bunu eləməsin. Və bundan da ayrı, bu cahil toylarının, yəni qəsd elədiyim içki verilən, musiqi olan, qadın kişiyə qarışan, kişi qadına qarışan, asiliklər olan toylarda çox təhlükəli bir şey var. Bu sirdir, bunu çox adam dərk elə bilmir. O da ola bilər ki, bu toylar insanın gələcəkdə bədbəxt olmasına səbəb olsun. Çünki naşükürlüyün başı, Allah verən nemətin insanın əlindən getməyinin əsas səbəbi insanın nankör olması, Allah verən neməti dəyərləndirməməsidir. Ona görə Allah Azze və Cəllə buyurur: وَلَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ. Əgər şükr etsəniz, sizə verdiyim nemətlərə, hər şey, bütün xeyrin hamısı nemətdir. Onu artıraram, bərəkətli edərəm. Yox, nankörlük etsəniz, bilin əzabım şiddətlidir. Yəni, ya onu əlinizdən alaram, əzab çəkərsiniz, ya da axirətdə onun bədəlini ödəyərsiniz mənasındadır ayə. Ona görə bir insan əgər Allaha asi olaraq bir işə addım atırsa, o işin axırında xeyir, xoşbəxtlik az umulur. Rasulullah s.ə.v buyurur, Allah bir şey haram etdisə, onda şəfa qoymur. Ona görə bir insan xoşbəxtlik axtarırsa, haram olan şeydə axtarması doğru deyil. Çünki insanı xoşbəxt edən, insanı rahat eləyən, insanın qəlbinə, Allah Teala köksünə geniş zənginliyi, insanın qəlbinə geniş zənginliyi bəxş edən Allah Azze və Cəllədir. İnsana xoşbəxtliyi bəxş edən Allah Azze və Cəllədir. İnsanı qoruyan Allah Azze və Cəllədir. İnsana şəfa verən Allah Azze və Cəllədir. Rızqı Allahın əlindədir. Və insan elə bir şey eləməməlidir ki, həyatında, elə bir şey eləməməlidir ki, bu həm naşükürlük olsun, həm nankörlük olsun, həm də Allahın şəriətini kimlərinsə xətrinə ayaq altına almaq olsun. Əsl müsəlmanın qəlbində Allahın dini, Allahın hörməti hamının hörmətindən əziz olmalıdır, hamının hörmətindən üstün olmalıdır. Ona görə mən tövsiyə edərdim ki, ümumiyyətlə bir insan cahil toy eləmək niyyətinə gəldikdə Allah Azze və Cəllənin qabağında duracağı gün hesaba nəzərə alsın. Hesaba çəkiləcəyi gün nəzərə alsın. Hansı ki, o gün nə övlad, nə ata, nə qardaş, nə bacı, heç kəs insana fayda verməyəcək. Allah Azze və Cəllə Quran-ı Kərimdə buyurur: يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ. O gün insana nə övladı, nə malı, nə pulu fayda verməyəcək. O gün insana sağlam qəlbi fayda verəcək. Sağlam qəlb günahdan, küfürdən, şirkdən uzaq olan qəlbə deyilir. İxlasla.com saytı tərəfindən təqdim olundu.